Salam dostlar. Bugünkü mövzumuz zaman bölməsindən indiki zamandır. Yəni the present simple. Gəlin indiki zamanda feillərin hansı formalar aldığına baxaq. İndiki zamanda olan məsdər formalı feildən to ədəti atılır, əsas feil olaraq qalır, yəni drive. Üçüncü şəxsdə isə yenə to ədəti atılır, əsas feilin sonuna s və yaxud da es şəkildə əlavə edilir. Şəxslər üzrə qruplaşdıranda birinci şəxsin təkində I drive, ikinci şəxsin təkində you drive, üçüncü şəxsin təkində he, she, it drives. Cəm formada birinci şəxsin cəmində we drive, ikinci şəxsin cəmində you drive, üçüncü şəxsin cəmində isə they drive olur. Burada bir şey diqqət edək ki, yenə üçüncü şəxsin təkində he, she, itdə əsas feilin axırında s var. Yəni, bütün indiki zaman formalarında üçüncü şəxsin təkində feilin sonunda s şəkilsi olacaq və yaxud da es. Sözün sonu x, s, qoşa s, ch, sh, tch, z hərf və hərf birləşmələri ilə bitərsə, o zaman feilin sonuna es şəkilsi əlavə edilir. Məsələn, brush, burada sh hərf birləşmələrlə bitdiyi üçün feilin sonuna es şəkilsi əlavə ediləcək. Teach, teaches. Burada ch hərf birləşməsindən bitdiyi üçün feilin sonuna es əlavə edilir. Əgər feilin sonu y hərfi ilə bitibsə, y-dan əvvəlki hərfə baxırıq. Əgər y-dan əvvəlki hərf samitdirsə, y aya çevriləcək və es əlavə olunacaq. Lakin y-dan əvvəlki hərf saitdirsə, heç bir dəyişikliyi olmadan sadəcə, yəni yalnız et şəkilsi əlavə edilir. Misallara baxaq, nümunələrə baxaq. Fly, fly. Fly-dan y-dan əvvəlki hərfə baxırıq. El samit olduğu üçün y hərfi aya çevrilir, es artırılır. Başqa bir nümunədə isə buy, buys. Y-dan əvvəlki hərfə baxırıq. You sait olduğu üçün heç bir dəyişiklik olmadan sadəcə olaraq s şəkilsi əlavə olunur. İndiki zaman sual formasını düzəltmək üçün do və daz köməkçi feillərindən istifadə olunur. Üçüncü şəxsin təkində daz olur. Do və daz mübtədədən əvvələ keçir. Şəxslər üzrə qruplaşdıranda birinci şəxsin təkində do I like, ikinci şəxsin təkində do you like, üçüncü şəxsin təkində does he, she, it like. Cəm formasında birinci şəxsin cəmində do we like, ikinci şəxsin cəmində do you like, üçüncü şəxsin cəmində isə do they like. Yenə də sual formasında üçüncü şəxsin təkində dazdan istifadə edilir. İnkar forması. İndiki zaman inkar formasını düzəltmək üçün yenə do-dan dazdan istifadə edilir. Lakin bu dəfə do və daz köməkçi sözlərinə not inkar hissəciyi artırılır. Şəxslər üzrə qruplaşdıranda birinci şəxsin təkində I don't like, you don't like, he, she, it doesn't like. Cəm formasında birinci şəxsin cəmində we don't like, you don't like, they don't like. Yenə üçüncü şəxsin cəmində doesn't-dan istifadə edilir. Suala inkar formasını düzəldəndə don't və doesn't mübtədədən əvvələ keçəcək. Şəxslər üzrə qruplaşanda birinci şəxsin təkində don't I like, don't you like, doesn't he, she, it like, don't we like, don't you like, don't they like. Present simple necə işlədilir? Yəni, indiki zaman hansı cümlələrdə işlədilməlidir? Birincisi, adət və vərdiş halını almış təkrarlanan hərəkətlərdə biz yalnız indiki zamandan istifadə edirik. Nümunəyə baxsaq, we play soccer on Wednesdays. Biz çərşənbə günləri futbol oynayırıq. Bu nümunədən də aydın olur ki, yəni bizim futbol oynamağımız həftənin yalnız çərşənbə günləri olur. Yəni biz həftənin bütün çərşənbə günləri yalnız futbol oynayırıq. Bu da vərdiş halını almış təkrarlanan hərəkətdir. İkinci, təbiət hadisələri və fiziki faktlardan. The moon goes round the earth. Ay yerin ətrafında dövr edir. Bu təbiət hadisəsi olduğu üçün həmişə
baş verdiyi üçün yalnız Gauss üçüncü şəxsin təkində gördüyünüz kimi yes şəkildə artırılıbdır. İndiki zamanda olacaq. Üçüncü ümumi və şəxsi məlumatlarda. My sister works at school. Mənim bacım məktəbdə işləyir. Mən bacım haqqında ümumi məlumat verdim. Yəni ümumi məlumatlarda ancaq indiki zamanda istifadə edilir. Atalar sözlərində honesty is the best policy. Düzgünlük ən yaxşı siyasətdir. İndiki atalar sözlərində də indiki zamanda istifadə edilir. İndiki zamanda işlədilən zaman göstəriciləri bunlardır. Today, every day, every week, every month, every year. At 7 o'clock, often, seldom, usually, never, sometimes, daily. Once a week, 3 times a day, on Sundays. Yəni həftənin bütün günlərində işlədilə bilər. İstər on Mondays, on Sundays və s. As a rule, as usual, always. Əgər bu göstəricilər zaman göstəriciləri cümlədə olarsa siz deməli indiki zamanda qoyacaqsınız feili. Lakin bu zaman göstəricilərin içində bəziləri var ki, başqa zamanda da istifadə oluna bilər. Onları gələn dərslərdə izah edəcəm. Bu qədər. Bugünkü mövzumuz yalnız indiki zamanı idi. Başqa vaxtda başqa zamanlar izah edəcəm. Sağ olun, hələlik.